Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xayrun nasirin və mu'in. Bu söhbətimizdə biz istərdik ki, Muaviyə ilə bağlı qısa məlumat verək. Çünki bu günləri Vəhabiləri ki, öz əqidələrin çox istəyirlər təbliğ edərlər, onların əqidələri Muaviyyənin əqidəsi ilə üst-üstə düşür. O cürə ki, tarix də bunu göstərir. İbn Teymiyyə öz əsərlərində həmişə Muaviyyənin əməllərini istəyir, bəraət qazandırar. Muaviyyə ilə bağlı keçən söhbətlərimizdə qısa məlumat vermişik ki, Muaviyyənin Əli əleyhissalamla düşmənçiliyi mövzusunda danışanda sübut elədik ki, bütün tarixçilər nəql edirlər Muaviyyə nə qədər Əli əleyhissalamla düşmən olub və bütün mənbələrdə Həzrəti Əli əleyhissalamı səbb eləməyi öz tərəfdarlarına göstəriş vermişdi. Və dedi ki, Səhih Buxarıda rəvayət var, Muzdər Peyğəmbər buyurur ki, ey Əmmar, səni zalimlər öldürəcək, Əmmar onları Allaha dəvət edəcək, onlar isə Əmmarı cəhənnəmə dəvət edəcəklər. Bu hədislə bağlı, yəni Əmmarın ölümü ilə bağlı söhbətimizdə də işarə elədik ki, Əmmar-ı Yasər Əli əleyhissalamın kənarında Muaviyyənin ordusu tərəfindən cəng-i Seffində şəhadətə yetirildi və bu da göstərir ki, Muaviyyə insanları cəhənnəmə dəvət eləyəndir. Amma təəssüflər olsun ki, bugünkü Vəhabilər hətta Muaviyyəni özlərinə dayə bilirlər. Yəni, Muaviyyə bunların dayısıdır. Yəni, Muaviyyənin atası Əbu Süfyan ki, 20 ildən çox İslamın əleyhinə vuruşdu. O da bu Vəhabilərin babasıdır. Ərz eləyək ki, 1354-cü ildə Afrikanın şimal ərazisində Vəhabi əqidəsini, Sələfi əqidəsini təbliğ eləyən Rəşid Rıza özünün Əl-Mənar adlı məşhur təfsirində 11-ci cildində, yəni Yunus surəsinin təfsirində yazır ki, mən bir gün İstanbula getmişdim. İstanbulda bir elmi konferans var idi. Orada Almaniyadan da xristiyanlar gəlmişdi, xristiyan alimləri, mütəfəkkirləri gəlmişdi. Bir Alman alimi qayıdıb dedi ki, əgər biz Muaviyyənin heykəlini qızıldan düzəldib Berlində qoysaq, bu yenə də azdır. Nə üçün? Çünki əgər Muaviyyə olmasaydı, İslam dini Avropaya hakim olardı, hətta Almaniyada da xristiyan olmazdı. Yəni, İslam dini bütün Avropa aləmini fəth eləyərdi, əgər Muaviyyə olmasaydı. Ona xatir biz gərək Muaviyyənin heykəlini qızıldan düzəldək, Berlində qoyaq. Bunu böyük Vəhabi alimi Rəşid Rıza Əl-Mənar adlı təfsirinin 11-ci cildində Yunus surəsinin təfsirində buyurur. Yəni, bu göstərir ki, Muaviyyə nə qədər İslamın inkişafının qarşısını almışdı. Yəni, Muaviyyəni özlərinə rəhbər bilən Vəhabilərin dayısı nə qədər İslam inkişafının qarşısını almışdı. Ərz eləyək ki, bu Vəhabiləri ki, İbn Teymiyyəni yolun gedirlər. İbn Teymiyyə Minhac-ı Sünnə fi Raddi Şiyyətil Qədriyyə adlı kitabında həmişə Həzrəti Əli əleyhissalamın adını hörmətliklə yad eləyir və Minhac-ı Sünnədə ki, şiələrin rəddinə yazılıb, kitabında adından məlumdur ki, bu şiələrin rəddinə yazılıb. İbn Teymiyyə orada nəql edir ki, Əli əleyhissalam 17 dəfə İslamın əleyhinə, Qur'anın əleyhinə hökm vermişdir. Və İbn Teymiyyə deyir ki, Qəsəs surəsinin 83-cü ayəsində ki, Allah təbarək və təala buyurur, Tilkəd darul axirəti nəcəluha lilləzinə la yuridunə uluvən fil ərzi və la fəsada vəl aqibətu lil muttəqin. Ayənin məzmunu budur ki, kəsləri ki, yer üzündə fəsad eləyəcəklər, rəyasətpərəstlik eləyəcəklər, axirət onlar üçün deyil. Axirət o kəslər üçündür ki, onlar fəsaddan uzaqdırlar və axirət dünyası o kəslər üçündür ki, onlar təvalıdırlar. İbn Teymiyyə deyir ki, bu fəsad ellərdən biri Həzrəti Əli əleyhissalam idi, nəuzubillah. Yəni, İbn Teymiyyənin kitablarında ki, bu ələ gəlir, bundan nəticə alır ki, bunu bərhəq bilən, yəni buna Şeyxülislam ləqəbi verən Vəhabilər Əli əleyhissalamla aşkar şəkildə düşməndir. Bunların alim bunu deyir. Buyurur ki, Əliyun ləm yuqatil ələ taatillahi və rəsulli. Əli əleyhissalam
Peyğəmbər sallallahu və Allaha itaat eləmə qəsdi ilə müharibə eləməyib düşmənlərin əleyhinə. Bal qatilun liyuta'ahu. Bəlkə Ali əleyhissalam vuruşurdu ki, cəmaət ona itaat eləsin. Bunu Həzrət Ali əleyhissalama nisbət verən İbn Teymiyyədir, Minhac-ı Sünnədə bunu bəyan eləyir. Və Həzrət xanım Fatimə Zəhra ilə bağlı İbn Teymiyyə Minhac-ı Sünnə kitabının 3-cü cildinin əvvəllərində yazır ki, və fiha şubətun minən nifaq. Nəuzubillah, yəni xanım Fatimə Zəhrada bir münafiqlik var idi. Bu xanım Fatimə Zəhraya onun hörmətliyidir. O da Həzrət Əleyhissalam barəsində buyurduğu kəlamdır. Bu İbn Teymiyyə bu günləri Vəhhabilərin ağasıdır. Bu göstərir ki, bunlar Əhl-i Beyt Peyğəmbərə düşməndilər. Və İbn Həcər Əsqalani Lisanül Mizanda Allame Hillinin şərhi halında buyurur. Allame Hilli böyük şiə alimidir ki, Minhacül Kəramə kitabını yazmışdı. İbn Teymiyyə ilə bir dövrdə yaşayıb. İbn Teymiyyə də onun rəddinə Minhac-ı Sünnə kitabını yazır. Lisanül Mizanda İbn Həcər Əsqalani böyük sünni alimi qeyd edir ki, bir gün İbn Teymiyyə Məscid-ül Həramda Allame Hillini görür və lakin tanımır bu Allame Hillidir. Və ancaq bilir ki, bu böyük bir alimdir. Başlayır ona sual verməyə. İbn Teymiyyə nə qədər Allame Hilliyə sual verir, mərhum Allame Hilli buna cavab verir və axırda İbn Teymiyyə Hərrani təəccübə gəlir, çox heyrətə gəlir. Deyir ki, sən kimsən bilən ki, mənim suallarıma məntiqli cavab verirsən? Allame Hilli qayıdır İbn Teymiyyə deyir ki, Ənəlləzi tusəmmihi İbnül Munəccəs. Mən haman şəxsiyyətəm ki, sən öz kitablarında ona İbn Munəccəs deyirsən. Bu İbn Teymiyyə Minhac-ı Sünnədə həmişə Allame Hillinin adını çəkəndə demir İbn-i Mutəhhər, onun ləqəbi İbn-i Mutəhhərdir, yəni pak bir şəxsiyyətin oğlu. İbn Teymiyyə həmişə ona deyir ki, İbn-i Munəccəs, yəni Allame Hillini nəcis oğlu adlandırır, nəuzubillah. Yəni bu onların ədəbidir, bunların demək olar ki, əxlaqıdır. Çünki bunların sözü yoxdur danışmağa. Məcburdur ki, Allame Hilliyə elə ki, biz adı nisbət verək. Və Vəhhabilərin çox demək olar ki, məhəbbət bəslədiyi şəxsiyyətlərdən biri Muaviyyədir ki, Peyğəmbər sallallahu ilə bunlar, yəni Muaviyyə və onun atası Əbu Süfyan 20 ildən çox vuruşdular, ta ki Peyğəmbər sallallahu hicrətin 8-ci ilindəyik ki, Məkkəni fəth elədi. Bunlar məcburi şəkildə İslamı qəbul edilər, məğlub oldular İslama. Həzrəti Mevla-ül-Vahidin Ali əleyhissalam Nəhcül Bəlağada 16-cı məktubda buyurur ki, Ma əsləmu və lakin istəsləmu. Onlar müsəlman olmayıb və lakin özlərini müsəlman cildinə salıblar. Və əsərrul küfrə və küfru öz qəblərində sir kimi saxladılar və zahirdə də İslam demək olar ki, adı ilə başladılar İslamın əleyhinə çıxış eləməyə. Nə qədər ki, Məkkə fəth edilməmişdi, onlar zahirdə elə İslama qılınc alırlar. Məkkə fəth ediləndən sonra onlar öz metodlarını dəyişdirdilər, başladılar münafiq cildinə girməyə. Ona xatir buyur ki, əsərrul küfrə fələmmə vəcədu əvanən əleyhi əzhəruhu. Haçan fürsət tapırdılar, öz küfürlərini öz qəlblərindən izhar edirdilər. Muaviyyənin anası Hindədir ki, Uhud döyüşündə Həzrəti Həmzə-i Şüədanın ciyərini çıxardıb və Bəlazəri Ənsabul Əşraf adında məşhur tarixində nəql edir ki, Peyğəmbər sallallahu ki, Məkkəni fəth elədi. Bütün Məkkə ahalisinə dedi ki, gəlsinlər, İslamı qəbul eləsinlər və Peyğəmbər sallallahu ilə beyət eləsinlər. Hamısı gəldi, beyət elədi, ta ki növbə çatdı Muaviyyənin anası Hindəyə. Bəlazəri yazır ki, Hində gəldi Peyğəmbər sallallahu dedi ki, ya Rasulallah, biz nə əsasına səndən beyət eləyək? Həzrəti Peyğəmbər sallallahu qayıdıb Hindəyə dedi ki, beyət eləyən, əhd bağlayın ki, daha bir də zina verməyəsən. Hində qayıdıb Peyğəmbərə buyurdu ki, ya Rasulallah, mən azad bir qadınam, məgər azad bir qadın da bu işi görər. Peyğəmbər sallallahu ona heç bir şey demədi, bir işarəli təbəssüm elədi, daha Peyğəmbər bir şey demədi. Bu Hindədir ki, Muaviyyənin anasıdır ki, onun zinakar bir qadın olması tarixdə məşhurdur. Bu da böyük sünni alimi Bəlazəri Ənsabul Əşrafda 1-ci cildinin 360-cı səhifəsində bunu nəql edir. Aya görəsən bu Muaviyyənin atası Əbu Süfyan kimdir? Təbəri öz tarixində 4-cü cildinin 137-ci səhifəsində və İbn Əsir
öz tarixinin 2-ci cildinin 159-cu səhifəsində İbn Həcər Əsqalani Əl-Əsaba fi Təmiz-i Səhabə kitabının 2-ci cildinin 172-ci səhifəsində nəql edirlər ki, Abdullah İbn Zübeyr deyir, yəni Zübeyrin oğlu Abdullah deyir ki, Ömərin xəlifəliyi dövründə müsəlmanlarla Romalılar arasında bir döyüş oldu ki, ona tarixdə Yarmuk döyüşü deyirlər. Mən uşaq idim, mələ öz atam Zübeyrlə getmişdim bu döyüşə. Çox uşaq olduğumdan döyüşdə iştirak edə bilmədim. Kənardan tamaşa edirdim. Gördüm bir təpənin kənarında Əbu Süfyan, yəni Muaviyyənin atası və bir qrup Qureyşilər cəm olurlar. Gedib yaxınlaşdım onlara. Onlar öz ürək sözlərini bir-birləri üçün deyirdilər. Mənə də çox əhəmiyyət vermədilər. Gördülər ki, bu uşaqdır. Ona xatir öz sözlərinə davam verdilər. Gördüm ki, haçan Rumlular müsəlmanlara qələbə çalır, onlar qayıdıb deyirlər ki, yaşasın Rumlular. Amma haçan müsəlmanlar onlara qalib gəlirdilər, onlar deyirlər ki, vay olsun Rumluların halında, ne üçün bunlar müsəlmanları məhv eləmir? Bu, onların batin əqidəsi idi, onların qəlblərində olan əqidə idi. Bunu Abdullah ibn Zübeyr nəql edir. Mən bunu eşitdim Əbu Süfyandan. Rumlular qələbə çalanda onlar həmişə demək olar ki, fərəhlənirlər, deyirlər ki, yaşasın Rumlular. Bu, Əbu Süfyanın əqidəsi idi. Hətta Yarmuk döyüşü olub Ömərin xəlifəliyi dövrünə. Ta Ömərin xəlifəliyi dövrünə qədər, yəni Yarmuk müharibəsinə qədər bu hala müsəlman olmayıb. Bunların qəlbində küfr var idi. Bunların qəlbində iman yer tapmamışdı. Bunu Təbəri, İbn Əsir və İbn Həcər Əsqalanidən nəql elədi ki, demək olar məşhur sünni alimləri və İslam tarixçiləridir. Əhməd ibn Həmbəl ki, Həmbəllərin imamıdır. Musnəd Əhməddə 4-cü cildinin 421-ci səhifəsində və Nəsr ibn Məzahim Seffin kitabına, yəni ki, Vəqi Seffin kitabının 246-cı səhifəsində yazırlar ki, bir gün Peyğəmbər salavatullah Mədinədən xaric oldu, bir səfərə gedirdi. Gördü iki nəfər bir-birləri ilə şeir deyirlər. Biri o birisine deyir ki, bizim ölənlərimiz Bədr müharibəsində heç torpağa tapşırılmadı. Bu məzmunda heç keçmiş kafir babalarını yad edirlər. Peyğəmbər bir sahabəni göndərdi, dedi, get yaxından görgünən ki, bu şeiri deyənlər kimdir? Sahabə getdi, gəldi Peyğəmbərə dedi ki, ya Rasulullah, bunlardan biri Muaviyyədir, biri də Əmrasdır. Peyğəmbər salavatullah öz iki əlini qaldırdı, dedi, ilahi, bu iki nəfəri əhli cəhənnəm qərar ver. Bu, demək olar ki, Peyğəmbər salavatullahın Muaviyyə elədiyi qarğışdır. Bunlar müsəlman olmayıb. Bunu da dedi ki, Əhməd ibn Həmbəl Müstəddə nəql edir və Nəsr ibn Məzahim kitabı Seffində nəql edir. Və İbn Abdurrəbbə Əqdül Fəriddə 4-cü cildinin 345-ci səhifəsində yazır ki, Peyğəmbər salavatullah Təbükə gedəndə gördü ki, Muaviyyə Əmrasın kənarındadır. Həzrəti Peyğəmbər salavatullah sahabalarından buyurdu ki, bunları bir-birindən ayırın. Bu iki nəfər heç vaxt xeyir bir işdə bir yerdə cəm olmayacaqlar. Vaqiən də beləki oldu. Həzrəti Əleyhisselamın dövründə Cəng-i Seffində Muaviyyə ilə Əmras Əleyhisselama qarşı vuruşdular. Bu da böyük sünni alimidir İbn Abdurrəbbə ki, Əqdül Fəriddə bunun qeyd edilir. Deməli, bunlar sübut oldu ki, onlarla sübut edildi ki, Əbu Süfyan da müsəlman olmayıb, kafir olub, ta Yarmuk döyüşündən bir söhbət elədik. Və Əhməd ibn Həmbəl də Müstədə deyir ki, Peyğəmbər salavatullah Muaviyyə və Əmras haqqında dedi ki, ilahi bunları cəhənnəmdə qərar verginən. Və aya görəsən Peyğəmbər salavatullah Muaviyyəni lənətləyib ya yox. Bu barədə yenə Nəsr ibn Məzahim Vəqi Seffin kitabının 246-cı səhifəsində və tanınmış tarixçi Təbəri öz tarixinin 11-ci cildinin 357-ci səhifəsində və İbn Cüzi Təzkiratül Xəvvasın 115-ci səhifəsində nəql edirlər ki, bir gün Əbu Süfyan, yəni Muaviyyənin atası bir dəvaya minmişdi. Bu dəvanın da cilivunu Muaviyyə tutub çəkirdi və Muaviyyənin bir qardaşı vardı, adı Yazid idi. O da dəvanı arxadan sürürdü. Həzrəti Peyğəmbər salavatullah bunları görəndə buyurdu ki, Lənəllahur rakibə vəl-qaidə və-sayiq. Allah bu dəvaya minənə də lənət eləsin. Bunu sürənə də, bunu dartıb çəkənə də lənət eləsin. Üçünü də lənətlədi Peyğəmbər. Bunu da 3 dənə mənbədən
نقل edilir. Hatta Tabari ve İbn-i Cüzi Tezkirat-ül Havas'ta ve Nasr ibn Mazahim'de Vaqi Sefin'de nakl edilir. Bu demek olar ki tanınmaz faktlardır. Bu Muaviye haman şəxsiyyətdir ki, indi bu günləri Azərbaycanda bir qrup Vahhabilər buna dayə deyirlər. Haman o Əbu Süfyan ki, Peyğəmbər salavatullah onu da lənətlədi. O da bunların babasıdır, yəni Muaviyyənin atasıdır. Aya görəsən Muaviyyə münafiq olub ya yox? Bəli, əgər biz Səhih Müslimə müraciət eləsək, görərik ki, bəli, Səhih Müslimdə Muaviyyənin münafiq olması ispat edilir. Necə? Səhih Müslimdə iman kitabı var. 116-cı hədisdə buyurulur ki, Həzrət Əleyhisselam rəvat edir. Buyurur ki, Peyğəmbər salavatullah mənə buyurdu. La yuhibbəni illa mu'min və la yub'izəni illa munafiq. Yəni Əleyhisselam buyurur ki, Peyğəmbər mənə buyurdu ki, mən əlini müminlər yalnız dost tutar və mən əlini yalnız münafiqlə düşmən tutar. Hər kəsi ki, Əleyhisselamla düşməndir, münafiqdir. Və heç kim inkar edə bilməyəcək ki, Muaviyyə Əleyhisselamla düşmən olur. Deməli, münafiq olur. Çünki bu hədisi əsasən ki, Səhih Müslimdən oxuduq. Və Səhih Müslimdə Fəzail-i Səhabə kitabında Əleyhisselamın fəziləti babında, yəni 4420-ci hədisdə nəql olunur ki, Muaviyyə Sa'd ibn Əbi Vəqqasa dedi ki, Əleyhisselamı sən nə üçün səbb eləmirsən? Ne üçün onu sevmirsən, ne üçün ona lənət demirsən? Yəni Muaviyyə Sa'd ibn Vəqqasa deyir ki, Əleyhisselamı səbb elə. Deməli, Əleyhisselamla bu adam düşmən olur. Bu Səhih Müslimdədir. O bir rəvayətdə Səhih Müslimdədir. Əleyhisselam buyurur ki, Peyğəmbər buyurdu, ya Əli sənin düşmənin münafiqdir. Bu iki dənə hədislə ələ gəlir ki, Muaviyyə münafiq olub. Həzrət Əleyhisselam hətta şəhid olandan sonra da bu insan Əleyhisselamla mübarizə apardı və mənbərlərdə ona lənət deməyi hökm verdi. İbn Teymiyyə də haman bu hədisi ki, Səhih Müslimdən oxuduq, İbn Teymiyyə də deyir ki, bu hədis səhihdir və Minhac-ı Sünnədə 5-ci cildinin 16-cı səhifəsində bunu gətirilir ki, bəli, bu səhih hədisdir, Səhih Müslimdə də bu mövcuddur. Qurtubi ki, böyük sünni tarixçisidir, Təfsir-i Qurtubidə Bəqərə surəsinin təfsirində İnni cailun fil ərzi xəlifə ayəsinin təfsirində buyurur ki, sahabalardan bir qrupu rəvayət nəql edirlər. Deyirlər ki, Peyğəmbər salavatullahın sağlığında biz münafiqlərlə möminləri necə tanıyırdıq? Əleyhisselamı dost tutmaq və ya Əleyhisselamı düşmən tutmaqla tanıyırdıq. Görürdük ki, kim Əleyhisselamı çox sevir, bilirdi ki, bu mömindir. Görürdü ki, kim isə Əleyhisselamla düşməndir, bilirdi ki, bu münafiqdir. Bunu Qurtubi təfsirində demək olar ki, bəyan eləyir. Yəni, bu hədis əsasında Peyğəmbər s.ə.v buyurur ki, Əleyhisselamı möminlər sevər və münafiqlər düşmən tutar. Və aya görəsən, Muaviyyə kafir olub ya yox? Onunla bağlı Bəlazəri Ənsabul Əşrafda 1516-cı hədisdə buyurur ki, iki dənə sənəddən nəql edir. Ki, Peyğəmbər salavatullah buyurmuşdur. Yamutu Muaviyyə ala qeyri milləti. Ki, Peyğəmbər buyurur ki, Muaviyyə müsəlman ölməyəcək. Mənim dinimdə ölməyəcək. Müsəlman ölməyəcək. Yəni ki, Muaviyyə kafir öləcəkdir. Və Əhməd ibn Həmbəl Məsail kitabında Ali ibn Cəhəddən rəvayət nəql edir ki, Matə vallahi Muaviyyə ala qeyril İslam. And olsun Allaha, Muaviyyə müsəlman ölməmişdir. Və Təbəri öz tarixinin 5-ci cildinin 622-ci səhifəsindən nəql edir və həmçinin Nasr ibn Mazahim və Vaqi Sefin kitabının 1-ci cildinin 220-ci səhifəsində və Bəlazəri Ənsabul Əşrafın 5-ci cildinin 134-cü səhifəsində nəql edir ki, Əmras deyir ki, mən bir gün Peyğəmbər salavatullahın kənarında idim. Peyğəmbər salavatullah mənə buyurdu ki, ey Əmras, sənə bir xəbər verim. O da bundan ibarətdir ki, indi bu dağın ətəyindən bir nəfər gələr ki, o kafir öləcəkdir. O mənim dinimdə ölməyəcək. Müsəlman ölməyəcəkdir. Əmras deyir ki, gözlədim, gördüm ki, Muaviyyə gəlir bizə tərəf. Peyğəmbər salavatullah buyurdu ki, bəli, mənim dediyim şəxs budur. Yəmut əla qeyri milləti ki, mənim dinimdə ölməyəcəkdir. Mənim dinimdən kənar şəkildə, yəni ki, ya başqa bir dində öləcəkdir. Və Peyğəmbər salavatullah buyurmuşdur ki, İza ra'aytumul Muaviyyə əla minbəri fəqtuluhu. Əgər Muaviyyəni mənim minbərimdə görsəniz, onu qətlə etirin.
Peyğəmbər sallallahu əleyhi və sağlığında demişdi ki, əgər Muaviyəni mənim mənbərimdə görsəz, onu öldürün. Aya bu rəvayətin sənədi hardadır? Hansı alimlər bunu nəql edirlər? Həsən ibn Fərxan Maliki ki, müasir Vəhabi alimlərindəndir, deyir ki, bu rəvayət səhihdir. Nəsr ibn Məzahim və Qeysefində 221-ci səhifədə bu rəvayəti gətirir, bu ki, bu rəvayət səhihdir. Balazari Ansab-ül Əşrafın 3-cü cildinin 121-ci səhifəsində deyir ki, bu rəvayəti Peyğəmbər nəql edir, bu rəvayət səhihdir. İbn Tavus Əl-Məlahimu vəl-Fitəndə 329-cu səhifəsində bu rəvayəti gətirir, bu ki, bu rəvayət səhihdir. İbn Hibban Əl-Məcruhində 1-ci cildinin 157-ci səhifəsində deyir ki, bəli, bu rəvayət səhihdir. Və Səmani Ansab kitabının 3-cü cildinin 95-ci səhifəsində bu rəvayəti gətirir. İbn Əsakir Tarix-i Dəməşqdə Muaviyənin şərri halında, yəni 59-cu cildinin 156-cı səhifəsində bu rəvayəti gətirir və Şəmsüddin Zəhəbi Siyar-ı Əlam-ı Nübəlanın 3-cü cildinin 149-cu səhifəsində Muaviyənin şərri halında bu rəvayəti gətirir. İbn Kəsir Əl-Bidayət və Nəhayənin 8-ci cildinin 141-ci səhifəsində Muaviyənin şərri halında bu rəvayəti gətirir və məşhur tarixçi Təbəri də öz tarixində 8-ci cildinin 186-cı səhifəsində bu rəvayəti gətirir ki, Peyğəmbər sallallahu buyurmuşdur: İzə rəaytumul Muaviyə əla mənbəri fəqtuluhu. Muaviyəni mənim mənbərimdə görsəz, onu qətlə yetirin. Bu da onun demək olar ki, Qamə Süleymanovun dayısı Muaviyə haqqında Peyğəmbərin kəlamı idi. Aya, görəsən, bunları necə rədd edirlər? Bunları demək olar ki, heç cürə rədd eləmək olmaz. Yalnız inadla bunu rədd eləmək olar. Deyək ki, bu rəvayətlər ki var, bu tarixlər ki var, bunlar hamısı yalandır. Yalnız indiki Vəhabilər ki, mikrofon əlinə alıb təbliğini, onlar düz deyirlər. Əgər beləki olsa, bəli, məsələ həll olacaq. Deyək ki, bütün tarixləri biz gərək qoyaq qırağa. Biz gərək deyək ki, bəli, adam dayısına bir şey deməz. Dayı müqəddəsdir, zat uşaq başı alladaq. O cürə ki, bu günləri Vəhabilər belə təbliğ edirlər. Muaviyə bizim dayımızdır, çünki Muaviyənin bacısı Ümmü Həbibə Peyğəmbərin yoldaşıdır. Gərək dayıya heç bir şey deməyək. Bir halda ki, Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki: "Və izqala İbrahimu li əbihi Azər ətəttəxizu əsnaman alihə inni əraka və qavmaka fi zalalin mubin." Həzrəti İbrahim əleyhissalam öz əmisi Azərə dedi ki, aya sən tək Allahı qoyub bu bütləri özün üçün Allah qərar vermişsən, bunlara səcdə eləyirsən. İnni əraka və qavmaka fi zalalin mubin. Mən səni və sənin tayfavı zəlalatda görürəm. Həzrəti İbrahim öz əmisinə dedi. Bu isə deyir ki, bəli, Muaviyə bizim dayımızdır, adam dayısına heç bir şey deməz. O da hansı dayı, atası Əbu Süfyan ola və özü də ki, ölənə qədər Əli düşməni ola. Allah Təbarək və Teala bunları bu dayılarla məşhur eləsin. Təhiyyətulləkum və rəhmətullahi və bərəkatuhu.